Bismillahirrahmanirrahim. Ey el-alim olan Allahım, sən hər şeyi əzəldən əbədə qədər bilənsən. Qaranlıq gecədə qara daşın üzərində yeriyən, qarışqanın ayaq səslərini eşidən və onun qəlbindən keçənləri bilən sənsən. Bizim üçün gizli olan hər şey sənin üçün aşkar, uzaq olan hər şey sənə yaxındır. Ya alim, mənim qəlbimin dərinliklərində gizlənən, dilimə gətirə bilmədiyim, hətta özümün belə fərqində olmadığım ehtiyaclarımı, dərdimi və sızıltılarımı bilən ancaq sənsən. Sənin elmin hər şeyi əhatə etmişdir. Məni mənə buraxma. Nəfsimin bilmədən düşdüyü xətalardan məni sənin elminlə hidayətə çıxar. Ya alim, mənə faydalı elm nəsib et. Zehnimi haqla batili ayırd edəcək nurla işıqlandır. Mənə elə bir fəhm, anlayış ver ki, kainatda gördüyüm hər bir zərrədə sənin sənətini və böyüklüyünü müşahidə edim. Oxuduğum hər sətirdə, eşitdiyim hər hikmətdə sənə bir addım daha yaxınlaşım. Ya alim, sən keçmişimi və gələcəyimi bilənsən, mənim üçün nəyin xeyir, nəyin şər olduğunu mən bilmərəm, sən bilərsən. Mənim xeyir bildiyim şər kəlamlardan, şər bildiyim xeyir qaplarından məni agah et. Qəlbimi sənin təqdirinə razı olanlardan eylə. Çünki sən hər şeyin sonunu və hikmətini bilənsən. Allahım, elmini mənim üçün bir nicat qapısı et. Məni elmi ilə əməl edən, elmi ilə təvazökarlığı artan və sənin mərifətinə, tanımağına çatan qullardan eylə. Amin, ya muin.